Milis rəisi. Kapitan Rəsulov qapını açıb kabinetinə girən kimi telefon zəng vurdu. Danışan tələbə Aliyə Heybətova idi. Kapitan qızın salamına cavab verib soruşdu. Eşq olsun Aliyə, necəsən? Anan xəstəxanadan çıxdı? Xeyr, hələ çıxmayıb. Səhhəti necədir? Qayğıkeşliyinizə görə sağ olun, tapdığınız dərman çox kömək elədi. Dəyməz, bir şey lazım olsa yenə xəbər verin. Mütləq xəbər verirəm. Mənim sizə bir sualım var. Dinləyirəm. Deyirlər ki, Yadulla qaçıb, düzdür? Kapitan Rəsulov qızı sakit etmək üçün yalan deməyə məcbur oldu. Əvvəlcə bu xəbərin necə yayıldığını öyrənmək istədi. Kim deyir? Mərdəkanda hamı bu barədə danışır. Yalan sözdür, inanmayın. Yox, Əli qardaş, yalan deyil. Mən özüm də bunu bilirəm. Necə yəni mən özüm də bilirəm? Ürəyim hiss edir. Ürəyin səni aldadır. Başqa bir səbəb də var. Nə səbəb? Mənə zəng vurmuşdular. Kim zəng vurmuşdu? Bir qadın. Nə deyirdi? Əvvəlcə məni küçə sözlərlə təhqir etdi. Sonra dedi ki, Yadulla həbsxanadan qaçıb, Bakıya gələn kimi səni tikə-tikə doğrayacaq. İnanma. Görəsən hansı axmaq səni qorxudub? Yəqin Yadullanın intiqamını belə yolla, yəni səni qorxutmaqla almaq istəyirlər. Ancaq sən qorxma, tamamilə sakit ol. Biz səni göz bəbəyi kimi qoruyacağıq. Mən müvəqqəti Bakıdan çıxıb getmək istəyirəm. O nə üçün? Düzünü bilmək istəyirsinizsə qorxuram. Nahaq yerə, sən mənə inanmırsan. Dedim ki, bütün bunlar uydurmadır. Axşam mütləq sizə gələrəm, ətraflı söhbət edərik. Mütləq gəlin, mən sizi gözləyəcəm. Gələrəm. Aliyənin telefon zəngindən sonra kapitan Rəsulov ev oğurluğu məsələsini müvəqqəti olaraq ikinci plana saxlayıb, yenə Yadullanı yadına saldı. Yadullanın qaçması xəbəri Bakıya gəlib çatan gündən nə şəhər milis idarəsinin rəisi polkovnik Talib İsayev, nə də cinayət axtarış şöbəsinin rəisi mayor Rövşən Qarayev, nə kapitan Əli Rəsulov rahatlıq bilirdi. Görünür, qorxusundan hələ başqa şəhərdə gizlənən Yadulla Bakıya gəlib çıxmamışdı. Çünki şəhərin bütün rayonlarında tam sakitlik hökm sürürdü. Böyük cinayətlərin arası kəsilmiş, soyğunçuluq aradan qaldırılmışdı. Bütün bunlara baxmayaraq, saçını saqqalını cəmiyyətə zidd olan tüfeyli ünsürlərlə mübarizədə ağardan polkovnik İsayev çox narahatdır. Çünki polkovnik İsayev yaxşı bilirdi ki, Əmir Hacıyanlı Yadulla harda olursa olsun gec-tez Bakıya qayıdacaq və öz pozğun işinə başlayacaq. Buna görə də polkovnik bütün rayon milis şöbələrinin rəhbərlərinə, bütün əməliyyat zabitlərinə, o cümlədən kapitan Rəsulova gözdə qulaqda olmağı tapşırmışdı. Respublika İctimai Əsayişi Mühafizə Nazirliyinin xüsusi göstərişi ilə Bakıya gələn bütün təyyarələr, gəmilər və qatarlar nəzərdən keçirilirdi. Lakin Yadullanı axtarmaqla məşğul olan əməliyyat müvəkkilləri bir şeyi, avtomobil nəqliyyatını yaddan çıxarmışdılar. Avtomobil isə Yadullanın ən çox sevdiyi nəqliyyat vasitələrindən biri idi. O, başqa şəhərdə qısa müddətli səyahətdən sonra məhz bu vasitə ilə Bakıya qayıdardı. Yadulla uzaq yerlərdən qayıdarkən təyyarə ilə Mineralnaya Voda stansiyasına gəlir, burada bir neçə gün qaldıqdan sonra xüsusi avtomobillə Mahaçqalaya gedir və oradan avtobusla və ya taksi ilə Bakıya qayıdırdı. Quldur Yadullanı özünün şəxsi düşməni hesab edən Əli Rəsulov bu bir ay ərzində şəhərdə baş verən hər bir hadisəni istər-istəməz Yadulla ilə əlaqələndirir, onun bu cinayətdə iştirak edib etmədiyini aşkara çıxarmağa çalışırdı. İndi də belə idi. Bakı şəhər milis idarəsində öz kabinəsində əyləşib kiçik leytenant Cəzayevin yolunu gözləyən Əli Rəsulov yenə də Yadulla haqqında düşünürdü. Kapitan Rəsulov yaxşı bilirdi ki, o bütün diqqətini müxbir Dadaşovun evinin oğurlanması məsələsini verməli, bilik və bacarığını bu cinayətin açılmasına sərf etməli idi. Buna baxmayaraq, Rəsulov oğurluq haqqında düşünmək, sarı qalstuklu oğlanı və oğruları müxbirin evinə gətirən avtomobilin sürücüsünü axtarıb tapmaq üçün plan çəkmək əvəzinə nədənsə tez-tez Yadullanı yadına salırdı. Hər dəfə Yadullanın sifəti onun gözləri qarşısında canlandıqda kapitan Rəsulovun qaşları çatılır, bütün əzələləri gərginləşir və o dişlərini qıcırdaraq 2 ay bundan əvvəl istintaq zamanı həmin bu kabinetdə tapançanın dediklərini xatırlayırdı. O zaman Yadulla Rəsulova demişdi. Bura bax kapitan, qulaqlarını aç, dediklərimi yadında möhkəm saxla. İşi qoçun başı bir qazanda qaynamaz. Bir dəfə 8 il bundan qabaq mən səni yaraladım, ancaq sənin də Allahın varmış, ölmədin. İndi isə sən məni ələ keçirmisən. Elə düşünmə ki, biz kvit olduq. Yaxşı bilirəm ki, mənə güllələmə verməyəcəklər. Ən çox 10-15 il iş alacam. Əgər sağ gəlib çıxsam, bu dəfə mənim əlim əsməyəcək. Mən gülləni birbaşa sənin ürəyinə çıxacam. Qabaqcadan xəbərdarlıq edirəm, özünü gözlə. Əgər qayıtmasam, yenə də səni özümə borclu hesab edəcəm. O dünyada səninlə hesablaşmağa çalışacam. Gülmə kapitan, gülmə. Çoxları mənim başımı yemək istəmişlər.
Ancaq mən boyda qozu sındırmağa onların gücü bacarığa çatmayıb. Mən çox bərk qozam. Kim məni dişləmək istəsə, əvvəlcə dişlərini sındırar, sonra isə qəflətən özü də gözləmədiyi, bilmədiyi vaxtda ömrünü mənə bağışlayar. Bəli, bəli, tapanca belə adamdır. Yadullanı, dəyirmanı ölü salsan, diri çıxar. Unutma ki, tapanca ölməyəcək. Səni cəhənnəmə vasil etmək üçün Bakıya qayıdacaq. Əgər qayıtmasam, mənim intiqamımı başqaları alarlar. Bil və agah ol, mənim dostum çoxdur. Gec-tez onlar səninlə hesablaşarlar. Mənim üstümdə Allahın qəzəbi də səni tutar. Bütün bunları yadına salan kapitan Rəsulov bir papiros yandırıb növbətçi zabit Sərdar Əzimova zəng vurdu. Yoldaş mayor Rzayev hələ qayıtmayıb? Xeyr, hələ ki xəbər yoxdur. Hadisə haqqında rəisə məlumat verdiniz? Bəli, polkovnik İsayevin özü zəng vurmuşdu. Mən hadisəni ona danışdım. Rəsulov telefon dəstəyini yerə qoyub pəncərəyə yaxınlaşdı. İdarənin qarşısında durmuş avtomobillər nəzərdən keçirə-keçirə xəyala daldı. Görəsən Yadulla indi hardadır? O Bakıya qayıdıb. Nə üçün Həlimə Əlağa qızı məndə şübhə oyadır? Bəlkə müxbir Dadaşovun evinin oğurlanmasında Yadullanın da barmağı vardı, deyə öz-özünə müxtəlif suallar verdi. Sonra həmin sualların cavablarına fikirləşməyə başladı. Yox, yəqin Yadulla hələ Bakıya qayıtmayıb. O Bakıya gəlsəydi, bu böyüklükdə şəhərdə mütləq iri bir cinayət baş verərdi. Deməli, müxbirin evindəki oğurluqla Yadullanın heç bir əlaqəsi yoxdur. Ola da bilməz. Axı tapanca axırda oğurluqla məşğul olmur və həmişə qaz vurub qazan doldurmağa çalışır. Bəs Həlimə nə üçün şübhə doğurur, deyə Rəsulov özünə daha bir sual verdi. Bu suala cavab tapmaq üçün o çox fikirləşdi. Nəhayət pıçıldadı. Anladım. Həlimə özündən, vəzifəsindən qorxur. Axı o ələyli ticarət işçilərindəndir. Gör, qutab satmaqla nə qədər mal dövlət yığıb. Həm də Həlimə sadəcə pozğun qadındır. Evində rəfiqəsini başqa kişilərlə görüşdürür. Gündüzlər Həlimə işdə olur. Deməli, kişilər də onun yanına gecələr gəlirlər. Bəs Həlimə gildə divardakı qan ləkələri nə deməkdir? Bu qan kimindir? İnsan qanıdır ya heyvan? Həlimənin qanıdır ya başqasının? Fikirləş, kapitan, fikirləş. Bunu mütləq yoxlamaq lazımdır. Bu zaman qapı döyüldü. Kimsə qapını açıb ucadan soruşdu. Olar, yoldaş kapitan. Rzayev, sənsən, gəl görək. Cabir Rzayev otağa keçib stolun yanında dayandı. Rəsulov soruşdu. Rzayev, danış görək nə oldu? Həlimə evdən çıxıb hara getdi? Kiçik leytenant başını aşağı salıb dinmədi. Rəsulov təəccübləndi. Sənə nə olub, Cabir? Səsin nə üçün çıxmır? Təqsirim var, yoldaş kapitan. Mən Həlimənin hara getdiyini bilmirəm. Bilmirsən? Nə üçün? Yoldaş kapitan, o gözümün qabağında yoxa çıxdı. Əyləş kiçik leytenant, danış görək bu nə təhər oldu? Cabir Rzayev kapitanın qarşısında əyləşərək əhvalatı danışdı. Siz gedəndən sonra mən paltarımı dəyişib tez Həlimənin evinin qarşısına gəldim. Bağda bir ağacın dalında gizləndim. Özümü elə göstərdim ki, güya ağac altında qəzet oxumaqla məşğulam. 3-4 dəqiqə keçdikdən sonra Həlimə evdən çıxdı. Üzü yuxarı addımlamağa başladı. Mən də onun dalına düşdüm. Həlimə sağ səki ilə, mən isə onun ardınca qəzetə baxa-baxa sol səki ilə gedirdim. Tini burulan kimi gördüm ki, qarşıdakı küçədən gələn bir taksi Həlimənin yanından keçdi. Həlimə əl edib avtomobili saxladı. Taksi dərhal yola düşdü. Maşında Həlimədən başqa heç kim yox idi. Mən maşın axtarıb tapınca taksi gözdən itdi. Maşını taksi gedən tərəfə, Bakı Sovetinin binası yanına sürdürdüm. Burada taksinin izini itirdim. Həlimənin taksinin hansı tərəfə üzü aşağıya mı, yoxsa şəhərin dağlıq hissəsinə mi sürdüyünü öyrənə bilmədim. Daha sənə heç sözüm yoxdur, Cabir. Mən sənin bu qədər təcrübəsiz olduğunu bilmirdim. Məgər sən bilmirsən ki, şübhəli adamı piyada izləmək olmaz? Ax, izlənən adam qəflətən atılıb tramvaya, avtomobilə, troleybusa minə bilər. Yaxşı ki, biz Həlimənin ünvanını bilirik. Gec-tez o yenə də evinə qayıdacaq. Bəlkə Həlimənin əvəzinə sənə adı, soyadı və ünvanı bəlli olmayan böyük bir canını izləmək tapşırılaydı. Onda nə edərdin? Təqsirkaram, yoldaş kapitan. Yaxşı. Təqsirin haqqında sonra danışarıq. De görüm heç olmasa taksinin nömrəsini yadında saxlaya bildinmi? Əlbəttə. Aza 9943. Bəs indiyə qədər harda batıb qalmısan? Taksini axtarırdım. Nazim, nə oldu? Tapa bildin? Bəli. Mən onu çox axtarmalı oldum. Xeyli sonra Həlimənin minmiş olduğu taksi avtomobilini Sabunçu vağzalının yanında tapdım. Sürücü düz adamdır, özü də komsomolçudur. Dedi ki, Həlimə Nizami kinoteatrının yanında taksidən düşüb 7 nömrəli troleybusa mindi. Belə güman etmək olar ki, Həlimə ya Nəsimi bazarına, ya da stadion tərəfə gedib. Mən də kör peşman geri qayıtdım. Kapitan Rəsulov biraz fikirləşib dedi. Burada bir məsələ çox şübhəli görünür. Hansı məsələ, yoldaş kapitan?
Nə üçün Həlimə taksidə getdiyi halda yolda avtomobildən düşüb troleybusa minib? Doğru deyirsiz. Bu məsələ məni də şübhələndirir. Buna görə də sürücü ilə söhbət etdim. Məsələni öyrənməyə çalışdım. Sürücü nə deyir? O deyir ki, mən Nizami kinoteatrına çatanda sayğac 50 qəpik göstərdi. Həlimə çox həyəcanlıymış. O sürücünü tələsdirib tez sür deyirmiş. 28 aprel küçəsinin tininə çatan kimi Həlimə taksini saxlatdırıb sürücüyə 1 manat verib. Pulun artığını almadan maşından düşüb və elə buradaca troleybusa minib. Maraqlıdır, çox maraqlıdır. Görəsən Həlimə nə üçün bu cür hərəkət edib? Mən də özümə bu sualı verdim yoldaş kapitan, ancaq cavab tapa bilmədim. Bilirsən Cabir, belə hallarda adam özünü cinayətkarın yerinə qoymalıdır. De görüm sən Həlimənin yerinə olsaydın, nə edərdin? Yoldaş kapitan, hey fikirləşirəm, ancaq bir şey çıxmır. Mənə isə elə gəlir ki, burada başa düşülməyəcək heç bir şey yoxdur. Həlimə kiminləsə görüşə tələsirmiş. Tələsdiyi halda qəflətən taksini saxlatdırıb, troleybusa minib. Bəs o nə üçün? Fikrini dəyişib öz yoluna davam etməyib. Deməli, Həlimə gözlənilmədən küçədə istədiyi adama rast gəlib. Həlimə həmin adamın troleybusa mindiyini görüb. Taksidən düşüb və troleybusa minib. Hər şey gün kimi aydındır. Elə bu zaman telefon zəng vurdu. Baş əməliyyat müvəkkili telefonun dəstəyini götürüb qulağına apardı. Kapitan Rəsulov dinləyir. Telefonda növbətçi zabit Sərdar Əzimovun səsi eşidildi. Yoldaş kapitan, rəis sizi gözləyir. Baş üstə, bu dəqiqə gəlirəm, deyə Rəsulov telefonun dəstəyini yerə qoydu. Durub gedərkən Rızayevə dedi. Polkovnik çağırır, yuxarı qalxıb vəziyyəti danışıram, görək nə sərəncam verəcək. Hər halda əminəm ki, Həliməni itirdiyin üçün sənə təşəkkür elan edəcək. Bakı Milis İdarəsinin rəisi Polkovnik Talib İsayevin zabitlər arasında böyük hörməti vardı. Saçını saqqalını oğru və quldurlarla mübarizədə ağardan ucabay Polkovnik İsayev qorxmazlığı, igidliyi, yaşının əlini ötməsinə baxmayaraq cavanlar kimi yorulmaq nə olduğunu bilməməzliyi, bu və ya başqa cinayəti aşkar etmək üçün həmişə düzgün axtarış yolu seçməsi ilə bütün milis zabitlərinin hörmətini qazanmışdı. İntizamı çox sevən idarə rəisi verilmiş tapşırıqların daim dürüst yerinə yetirilməsini zabitlərdən tələb edir, belə işlərdə hamıya şəxsi nümunə göstərirdi. Çox vaxt Talib İsayev gecə yarısından xeyli keçmişə qədər idarədə qalar, rayon milis şöbələri ilə sıx əlaqə saxlar, mühüm cinayət işlərinin gedişində şəxsən iştirak edərdi. Buna baxmayaraq, ertəsi gün səhər saat 9-a 5 dəqiqə qalmış, Polkovnik İsayevi yenə də idarədə görmək olardı. Polkovnik İsayev gecələr çox işləməsini belə izah edirdi. Cinayətlərin çoxu gecə baş verir. Əgər mən hər gecə istirahət etsəm, milis şöbələrinin rəisləri də bu cür hərəkət edərlər. Onda şəhərdə cinayət artar. Polkovnik İsayevin çox qəribə bir xüsusiyyəti də vardı. Zabitlərdən biri intizam pozduqda, yaxud tapşırığı vaxtında və ya dürüst yerinə yetirə bilmədikdə, Talib İsayev bəzi idarə rəisləri kimi hirslənib özündən çıxmaz və heç bir zaman həmin zabiti danlamazdı. Belə hallarda İsayev bir gözünü qıyaraq zabitə baxar, sakit səslə deyərdi. Çox sağ olun, üzümüzü ağ etdiniz. Etimadımızı yaxşıca doğrultdunuz. Mən sizə hədsiz dərəcədə minnətdaram. Təşəkkür edirəm. Bu təşəkkür idarədə ən yüksək cəza tədbiri sayılırdı. Belə danlandıqdan sonra həmin zabit özünü oda közə vurar, buraxdığı nöqsanı aradan qaldırmaq üçün var qüvvə ilə çalışar, tapşırığı istənilən kimi yerinə yetirildikdən sonra rəisin yanına gəlib bu barədə raport verərdi. Polkovnik İsayev zabiti hörmətlə qəbul edib dinlər, axırda deyərdi. Yaxşı, bu dəfə təqsirinizdən keçirəm, təşəkkürü geri götürürəm. Ancaq çalışın ki, bir daha belə səhvlərə yol verməyəsiniz. Polkovnik İsayevin bu xasiyyətinə görə idarənin zabitləri arasında kiçik bir lətifə də yaranmışdı. Zabitlər bir-birlərinə deyərdilər. Başqa idarədə adamlar töhməti üzərindən götürməyə çalışırlar, bizim idarədə isə təşəkkürü. Buna görə də bəzən zabitlər bir-biri ilə görüşən zaman zarafat edib soruşardılar. Təşəkkürün yoxdur ki, deməli hər şey öz qaydasındadır. Kapitan Rəsulov idarə rəisinin kabinetinə girəndə, Talib İsayev cinayət axtarış şöbəsinin rəisi mayor Rövşən Qarayevlə şirin söhbət edirdi. Qarayevlə İsayevi bir-birinə səmimi dostluq teli möhkəm bağlamışdı. Bu iki zabitin dostluğunun uzun bir tarixi vardı. 1941-ci ildə Alman faşist işğalçıları qəflətən SSR-yə hücum edəndə Talib İsayev ilə Rövşən Qarayev Sovet ordusu sıralarında xidmət edirdilər. İsayev batalyon komandiri, Qarayev isə rabitəçi zabit idi. Onların bu dostluğu müharibənin odlu illərində dəfələrlə sınaqdan çıxmış, bir hadisədən sonra xüsusilə sarsılmaz olmuşdu. Qarlı qış günlərin birində Qarayev ağır yaralanmış, İsayevi ölümdən qurtarmışdı. O İsayevi cəbhə boyu 5 kilometr arxasında aparıb tibb məntəqəsinə gətirib çıxarmışdı. Sonralar milis orqanlarında birgə iş dövründə bu iki zabitin dostluğu daha da möhkəmlənmişdi.
Lakin bu dostluq işdə prinsipial olmaqda onlara mane olmurdu. Hər iki zabit milis idarəsinin işinə kollektiv surətdə rəhbərlik etməyə çalışır, çətin məsələlərin həllində sıravi işçilərlə belə məsləhətləşməkdən çəkinmirdi. İndi də belə idi. Onlar kapitan Rəsulovun raportunu birlikdə dinləmək və hadisə haqqında birgə tədbir görmək istəyirdilər. Polkovnik İsayev Rəsulovu hörmətlə qarşıladı. Oturmağa yer göstərdi. Rəsulov şöbənin rəisi ilə də salamlaşdı. İsayev zarafatla soruşdu. Hə, salam yoldaş kapitan, necəsən? Tapanca hələ gəlib çıxmayıb. Özünü gözlə ha, yoxsa çıxıb yenə sənə dəyər. Yadullahın adını eşidən kimi kapitan Rəsulov qaşqabağını sallayıb dedi. Yoldaş polkovnik, Yadullah Bakıya gəlib çıxmasa daha yaxşı olar. Nə üçün kapitan, deyə mayor Qarayev soruşdu. O Bakıda asuda gezəndə mən rahat ola bilmərəm. Çünki onun hər bir addımını, hər bir hərəkəti müəyyən bir cinayətlə əlaqədardır. Yaxşı olardı ki, Yadullah bir daha buraya gəlməsin, başqa şəhərdə qalsın. O zaman şəhərimizdə sakitlik olar. Mayor Qarayevin qaşları çatıldı. Başını yırğalaya-yırğalaya dedi. Afərin kapitan. Mən heç bir zaman sizdən belə bir cavab gözləməzdim. Sizin dediyinizdən belə çıxır ki, biz burada başımızın altına yastıq qoyub istirahət etməli. Başqa şəhərlərin milis işçiləri isə bizim əvəzimizdə gecə və gündüz yuxusuz qalıb quldur tapanca ilə mübarizə aparmalıdırlar. Və sizin öz vəzifəniz üçün, milis zabiti kimi şərəfli adı üçün iftixar hissiniz harda qaldı? Düz deyirəm? Bəli, elədir. Belə olan tərzdə bəs nə üçün razı olursunuz ki, Yadullahın ifşa olunması, tutulması ilə başqaları məşğul olsunlar? Kapitan, necə deyərlər? Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış. Üzr istəyirəm, yoldaş mayor, mən o mənada demədim. Yadınızda saxlayın, yoldaş kapitan, deyə polkovnik İsayev də bu məsələ haqqında öz rəyini bildirdi. Şəhərimizin sakitliyi üçün ən yaxşısı odur ki, tapanca uzaqda da, yaxında da olsa belə tezliklə həbs edilsin. Əgər mən Yadullahın hansı şəhərdə gizləndiyini heç olmasa təxmini bilsəydim, o zaman sizi bir dəqiqə belə Bakıda saxlamazdım. Dərhal həmin şəhərə ezamiyyətə göndərib əmr verərdim. Kapitan Rəsulov, Yadullahını tapmayınca geri qayıtmayın. Daha bu barədə bəsdir. İndi isə müxbir Dadaşovun evindəki oğurluq haqqında məlumat verin. Kapitan Rəsulov hadisəni olduğu kimi nəql etdi. Gördüyü tədbirlərdən danışdı. Axırda öz şəxsi mülahizələrini bildirib dedi. Nədənsə mən Vaqifin oğru olmadığına inanıram. Həlimə isə fırıldaqçı adam oxşuyur. Özünü çox şübhəli aparır. Mənimlə dost olmağa can atır. Həlimə ilə Vaqifi üzləşdirmisinizmi? Xeyr, hələ yox. Nə üçün? Doğrusunu bilmək istəsəz, mən Həlimə ilə Vaqifi elə hadisə yerində üzləşdirmək istəyirdim. Ancaq Həlimədən şübhələndiyim üçün imtina etdim. Mən onları sabah üzləşdirmək istəyirəm. Vaqiflə birlikdə daha 5-6 nəfəri otaqda sıraya düzəcəm. Qoy Həlimə onlara baxıb müxbirin evinə hansının gəldiyini aşkar etsin. Pis tədbir deyil, bəs Vaqif nə deyir? Oğurluğu boynuna almır. O evə təsadüfən gəldiyini bildirir. Ancaq nə üçün gəldiyini demək istəmir. Deməli, belə çıxır ki, Vaqif də özünü şübhəli aparır. Bəli, həm də bütün faktlar onun oğru olduğunu sübut edir. Həlimə isə mənə belə gəlir ki, insan dərisinə girmiş hiyləgər bir tülküdür. Mən onunla xeyli söhbət etdim. Şirin söhbət əsnasında bəzi məlumatları yığdım. Mən sabah ayrı-ayrı faktları yoxlamaq istəyirəm. Mən həmin evin divanında qan ləkələri tapdım. Bu məsələ də məni çox düşündürür. Həmin ləkənin insan qanı olub olmamağını və qan qrupunu aydınlaşdırmağa çalışacağam. Həlimə haqqında daha nə tədbir görmüsünüz? Mən onun özünü də evimdə nəzarət altına almışam. Bəs sizin fikriniz nədir, yoldaş mayor? Deyə polkovnik İsayev Qarayevə müraciət etdi. Mənə belə gəlir ki, Vaqifin təqsirkar olub olmamasını gələcək göstərər. Hər halda onun həbsdə saxlanması üçün prokurordan sanksiya almaq lazımdır. Qoy Həlimə ilə Rəsulovun özü məşğul olsun. Bəs sarı qalstuklu oğlan, deyə İsayev soruşdu. Sarı qalstuklu oğlanı da Rəsulov axtarmalıdır. Sarı qalstuklu oğlanı Həlimə evinə gətirən sürücünün axtarmasını isə başqa adamlara tapşırmaq lazımdır. Məsələn kimə? Elə kapitan Rəsulovun öz köməkçisinə. Mənə belə gəlir ki, kiçik leytenant Rızayev bu vəzifənin öhdəsindən gələ bilər. Həliməni itirdiyi kimi eləmi? Deyə polkovnik İsayev mayor Qarayevin sözünü kəsdi. İcazə verin öz fikrimi söyləyim, yoldaş polkovnik, deyə Rəsulov rəisə müraciət etdi. Buyurun. Mən belə hesab edirəm ki, Həlimənin itirilməsində Rızayevin təqsiri böyük deyil. Həlimə qəflətən avtomobilə minib. Rızayevin isə maşın tutmağa imkanı olmayıb. Hadisə yerində Rızayev deyil başqası da olsaydı, Həliməni itirə bilərdi. Kapitan Rəsulov, siz köhnə xasiyyətinizdən əl çəkməmisiniz. Yenə də haqq-nahaq işçilərinizi müdafiə edirsiniz. Ancaq əbəs yerə. Bu dəfə Rızayevin təqsiri var. Siz özünüz də bu hadisənin açılmasını yaxşı işləməmisiniz. Özünüzü təcrübəsiz bir adam kimi aparmısınız. Məncə siz böyük bir səhvə yol vermisiniz.
Əməliyyat işçisi həmişə yadda saxlamalıdır ki, milisin əsas qüvvət mənbələrindən biri onun xalqla sıx əlaqəsidir. Siz isə bu sadə həqiqəti, bütün işimizin əsasını unutmusunuz. Hadisə yerində Həlimənin qonşularının heç biri ilə söhbət etməmisiniz. Evlər İdarəsi müdirinin yanında olmamısınız. Təkcə çəkməslər oğlanla söhbət etməklə kifayətlənmisiniz. Bu qabaqcıl milis zabiti üçün bağışlanmaz bir səhvdir. Başa düşdünüz? Bəli, yoldaş polkovnik. Sizə təşəkkür elan edimmi? Təqsirkaram yoldaş polkovnik. Səhvimi düzəldərəm. Yaxşı. Gedin işə başlayın. Həlimənin necə adam olduğunu öyrənin. Sarı qastuklu oğlan axtarın, lakin tapancanı da yaddan çıxarmayın. Mən Mayor Qarayevin təklifi ilə razılaşıram. Qoy oğulları müxbirin evinə girmiş olan sürücünü Rızayev axtarsın. Vaqifin istintaqını isə müstəntiq Nərmanova tapşırın. Baş üstə yoldaş polkovnik, əmr yerinə yetiriləcək deyə ayağa qalxıb fərağat duran Əli Rəsulov geri döndü və kabineti tərk etdi. Kapitan Rəsulov Aliyəyə verdiyi vədə əməl edərək Mərdəkana gəldi. Rəsulov bilirdi ki, Aliyə imtahanlara hazırlaşdığından bugün instituta getməyib. Milis kapitanı tək deyildi. Yanında ucaboy, qaraqaş bir qız da vardı. Aliyə Rəsulovu doğma ata, böyük qardaş kimi qarşıladı. Rəsulovun gəlişindən şadlandığını gizlətmədi. Milis kapitanı Aliyənin yanındakı qızla tanış edib dedi. Tanış ol Aliyə, bu qız bizim işçimizdir. Çox bacarıqlı qızdır. Özü də leytinatdır. Adı Eteri, soyadı isə Çaxunaşvilidir. Qızlar bir-biri ilə səmimi görüşdülər. Hal-əhvəl soruşdular. Çaxunaşvili Aliyəyə müraciətlə dedi. Mən elə düşünürdüm ki, siz idmançılar kimi pəhləvan bədənlisiniz. Halbuki bunun əksini görürəm. Zərif və incə. Sizdə şir ürəyi varmış. Necə məgər? Yadulla ilə mübarizədən qorxmamısınız. Bir igid, cəsur adam kimi hərəkət etmişsiniz. Afərin. Xahiş edirəm, adam söhbəti edəsiniz. O isə adam deyil, insan cildinə girmiş bir yırtıcı heyvandır. Düz buyurursuz. O vəhşidir, ancaq buna son qoyulacaq. Bu yaxınlarda onu tutarıq. Aliyə həqarətlə Rəsulova baxdı. Başını yırğalaya dedi. Yoldaş kapitan, bəs siz deyirdiniz ki, Əli Rəsulov bir işdə ifşa olmuş adamlar kimi rəng verib rəngi aldı. Qətiyyətlə dedim. Aliyə, sən darıxma. Biz Eteri ilə elə bu məsələ üçün buraya gəlmişik. Sən düz məlumat almısan. Yadulla doğrudan da qaçıb. Ancaq inan, bu onun son qaçışı olacaq. Bu dəfə onun cinayətlərinə son qoyulacaq. Bunları ona görə sənə deyirəm ki, ayıq olasan. Eteri də burada səninlə qalacaq. Onun milis işçisi olduğunu heç kimə demə. Özün də heç nədən qorxma. Eteri ilə yanaşı rayon milis şöbəsinin işçiləri də səni göz bəbəyi kimi qoruyacaqlar. Sənin hər addımın göz qabağında olacaq. Hər ehtimala qarşı ehtiyatlı olmaq lazımdır. Mən hələ drujinaçıları demirəm. Onlar da tez-tez bu məhəllədə gözətçi olurlar. Bunu mən bilirəm. Nədən bilirsən? Əncirli stansiyasındakı bağ gözətçisi Mirzə Məlik dayı yadınızdadırmı? Bəli, yadımdadır. Hə, o tez-tez evimizə gəlir, oturub çay içir, şirin söhbət edir. Oğlu Mirzə Talib isə daim küçədə qarovul çəkir. Ola bilər, ancaq biz ona belə bir tapşırıq verməmişik. Bu yəqin onun şəxsi təşəbbüsüdür. Ancaq səndən bir xahişim var. Şübhəli bir şey hiss etsən, dərhal Eteriyə xəbər ver. Dalısı ilə sənin işin yoxdur. Baş üstə, verərəm. Bir xahişim də var. Deyin Əli qardaş, Yadulla hələ Bakıya gəlməyib, ancaq mən əminəm ki, o gec-tez buraya qayıdacaq. Hər ehtimalla qarşı tədbir görmək lazımdır. Buna görə xahiş edirəm ki, sizin tələbə yoldaşınız Ramiz İbrahimov müvəqqəti buraya gəlməsin. O Yadulla ilə rastlaşa bilər, dava düşər, cavandır, əlindən xata çıxar. Ramiz burada yoxdur. Hardadır? Bir aylığa təcrübə keçmək üçün Şamaxıya gedib. Lap yaxşı, onda sağlıqla qalın. Mən getməliyim, vacib işim var. Kapitan Rəsulovda əsil milis işçisinə xas olan çox qəribə bir xasiyyət vardı. O uzun illər boyu öz müşahidəsinə götürqə etmək və gecələr yuxusuz qalıb bu və ya başqa hadisəni dərindən təhlil etmək sayəsində böyük təcrübə əldə etmiş, cəmiyyətə zidd olan tüfeyli ünsürləri ilk nəzərdən təmiz qəlbli adamlardan ayırmağı öyrənmişdi. Son 2 gün ərzində Əli Rəsulov tez-tez Həlimə Əlağa qızı ilə Vaqif Süleymanov haqqında düşünür, onları fikrən bir-biri ilə müqayisə edirdi. Bu zaman o, Vaqifin düz adam olduğuna get-gedə daha çox inanır, Həlimə Əlağa qızı isə ona daha çox şübhəli görünürdü. Əli Rəsulova hər şeydən çox düşündürən Həlimənin yalançılığı idi. Milis kapitanı hiss edirdi ki, Həlimənin bütün nəfəsi yalanla gedib gəlir. Ancaq buna dair əlində hələ tutarlı bir sübut yox idi.
O Həlimənin yalançılığını sübut etmək üçün Mərdəkanda elektrik qatarına minib Suraxanıya gəldi. Rayon Mədəniyyət Sarayı yanında qatardan düşüb, Orconikidze Neft Mədənləri İdarəsinə getdi. Bu da səbəbsiz deyildi. Həlimə Əlağa qızı ilk tanışlıqda kapitan Rəsulova demişdi ki, mənim mühəndis Səlim Nağıyev adlı bir tanışım var. Bu, mühəndis Suraxanda mədəndə işləyir. O, qapı açarını qıfıl içində saxlamağı məsləhət görmür. Çünki arxa tərəfdən oğrular qıfıl deşiyinə kəlbətin salıb, həmin açar vasitəsilə qapını aça bilərlər. Əli Rəsulov Suraxanda doğrudan da belə bir adamın işləyib işləməməsini yoxlamaq, mühəndis Səlim Nağıyevi taparsa Həlimə haqqında ona məlumat almaq istəyirdi. Neft Mədənləri İdarəsində Kadrlar Şöbəsinin müdiri Əli Rəsulov vəsiqəsi ilə tanış olduqdan sonra soruşdu. Xeyrola yoldaş kapitan, bizə görə nə qulluğunuz var? Mən mühəndis Səlim Nağıyevin şəxsi işi ilə tanış olmaq istəyirəm. Səlim Nağıyev, bizim idarədə elə bir mühəndis işləmir. Ola bilməz yoldaş müdür. Xahiş edirəm, yaxşı-yaxşı fikirləşin, mühəndislərin uçot vərəqələrini yoxlayın. Yoxlamaq nə lazım, yoldaş kapitan? Mən 10 ildən artıqdır ki, burada kadrlar şöbəsində işləyirəm. Bütün mühəndis, texniki işçilərin nəinki ad və familiyalarını, hətta tərcümə hallarını da əzbərdən bilirəm. Mən Səlim Nağıyev adlı mühəndis tanımıram. Həlimə demişdi ki, Səlim 3 il bundan əvvəl Suraxanda işləmişdi. Kapitan Rəsulov bunu xatırlayıb dedi. Yadıma düşdü yoldaş müdür. Səlim Nağıyev sizin idarədə 3 il bundan əvvəl işləyib. Xahiş edirəm, bir də baxın. Vərəqlərə baxmaq çətin bir iş deyil. Onsuz da hər şey yaxşı yadımdadır. Nə deyirəm? İndi ki təkid edirsiniz, bir daha yoxlayarıq. Müdir ayağa qalxıb şkafa yaxınlaşdı. Kapitan Rəsulovun dediyi illərə aid əlifba kitabçasını götürüb yoxladı. Sonra başını bulaya-bulaya dedi. Mən doğru deyirəm, yoldaş kapitan. Bizim idarədə belə bir adam olmayıb. Bəlkə adını soyadını səhv salmısınız? Xeyr, səhv salmamışam. Elədir ki var. Səlim Nağıyev. Yoldaş kapitan, çox təəssüf ki sizə heç bir kömək edə bilmədim. Əli Rəsulov biraz fikirləşib soruşdu. Rayonunuzda Neft Mədən İdarəsindən başqa daha nə kimi müəssisə var? Geofizika tresti, tikinti kontoru, bir də maşın qayırma zavodu. Sağ olun, gərək məni bağışlayasınız, vaxtınızı aldım. Deməli, Həlimə yalan danışıb. Axı nə üçün? Həlimə nəyə görə mühəndis Səlim Nağıyev adlı adamı uydurub? Onun məqsədi nədir deyə öz-özünə bir sıra suallar verən Əli Rəsulov elektrik qatarında bir küncə qısılaraq fikirləşir, suallarına cavab tapa bilmirdi. Kapitan Rəsulov Səlim Nağıyev adının Həlimə tərəfindən hansı şəraitdə və necə çəkildiyini yadına salmağa başladı. 2 gün bundan əvvəl Həlimə açar məsələsini danışanda o Əli Rəsulovun qəflətən verdiyi suala cavab olaraq bu məsələnin Səlim Nağıyev adlı bir mühəndis tərəfindən danışıldığını bildirmişdi. Deməli, Həlimə mənim sualımdan sonra özünü itirmiş və ağzına ilk gələn ad və soyadını bildirib. Bəs belə isə açar məsələsini Həliməyə kim danışıb? Açar və qıfıl məsələsini bir əməliyyat işçiləri, bir də oğrular bilə bilər. Milis işçilər arasında Həlimənin heç bir tanışı yoxdur. Yəqin açar məsələsini Həlimə oğrulardan öyrənib. Deməli, Həlimənin oğru adamla əlaqəsi var. Əgər bu belədirsə, onda yəqin müxbir Hüseyin Dadaşovun evini də Həlimə onun tanışı oğurlayıb. Deməli, Həlimə oğrudur, Vaqif Süleyman isə düz adamdır. Fikirləş, kapitan, fikirləş. Burada heç bir səhvə yol vermək olmaz. Axı, bu işdə insan müqəddəratı həll olunur. Yol uzunu bu cür məsələlər haqqında düşünən Əli Rəsulov bir də gözlərini açıb özünü Bakı vağzalında gördü. Başqa sərnişinlər kimi o da ayağa qalxıb vaqonu tərk etdi. Şəhərə çatdıqdan sonra Əli Rəsulov daha bir işi, Salam Qədirzadənin Qış Gecəsi romanı məsələsində yoxlamaq və Həlimə Əlağa qızının ikinci yalanını aşkara çıxarmaq qərarına gəldi. Həlimə gildə söhbət zamanı o, kapitan Rəsulovun sualına cavab olaraq demişdi ki, Qış Gecəsi romanını kitabxanadan alıb. İndi Rəsulov oğrular müxbirgilə gələn zaman Həlimənin həqiqətən Qış Gecəsi romanını oxuduğunu və bu romanı doğrudan da kitabxanadan aldığını yoxlamaq istəyirdi. Axı bu məsələ kapitan Rəsulovu narahat etməyə bilməzdi. Çünki pozğun Klara tərəfindən kitabın qəflətən aparılması kapitana çox qəribə gəlirdi. Əslində burada çox şübhəli bir şey yox idi. Hər bir adam oxumaq üçün öz dostunun və yoldaşının kitabını apara bilər. Bu çox təbii bir şeydir. Bu məsələdə Rəsulovu narahat edən Klaranın özünü aparması idi. Axı Klara Həlimə gilə gələndə burada oğurluq olmuşdu. Özünün dediyinə görə Həlimə çox qorxmuş, hətta özündən getmişdi. Bəs onda nə üçün Klara yaxın rəfiqəsi olan Həlimənin halına yanmamış, oğurluğun nəticəsini gözləməmiş, onu pis vəziyyətdə qoyaraq qış gecəsini qoltuğuna vurub getmişdi. Hara? Nə üçün?
Bunları mütləq yoxlamaq lazımdır. İstədiyinə nail olmaq üçün Rəsulov hər şeydən əvvəl Bakı şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi Mədəniyyət Şöbəsi müdirinin yanına gəldi. Xahiş edib güya Mədəniyyət Şöbəsində ictimai müfəttiş vəzifəsində işləməsi haqqında arayış aldı. Sonra həmin arayışla şəhərin mərkəzindəki kitabxanaları gəzib, Həlimə Əlağa qızının hansı kitabxanaya üzv olduğunu aşkar etməyə başladı. Əli Rəsulov hər bir kitabxanaya gələrkən özünü tanış verir, əlifba kitabçasından soyadları H, Ə hərflərlə başlayan üzvlərin siyahısını nəzərdən keçirir, Həlimə Əlağa qızının adının siyahıda olmadığını görüb başqa kitabxanaya gedirdi. Lenin adına, Sabir adına, Abbas Səhhət adına kitabxanalardakı yoxlama heç bir nəticə vermədi. Bir çox axtarışlardan sonra Rəsulov Bağbanlar küçəsindəki 18 nömrəli evdə yerləşən kiçik bir kitabxanaya gəlib çıxdı. Həlimənin adını üzvlər siyahısında görüb sevindi. Kitabxanaçıya bir şey bildirmədən 25 nəfərin, o cümlədən Həlimə Əlağa qızının üzvlük vərəqəsini aldı. Şübhə oyandırmamaq üçün vərəqləri bir-bir nəzərdən keçirdi. Nəhayət Həlimənin vərəqəsinə baxdı. Həlimə 3 il idi ki, bu kitabxanaya üzv idi. Bu 3 ildə o cəmi 4 kitab almışdı. Qılınc və qələm, Azərbaycan nağılları, Koroğlu və Molla Nəsrəddinin lətifələri. Salam Qədirzadənin Qış Gecəsi romanının adı bu kitabların siyahısında yox idi. Axırıncı dəfə Həlimə 9 ay bundan əvvəl kitabxanada olmuş, Koroğlunu aparmış və kitabı qaytarmışdı. Kapitan Rəsulov sevindi. Həlimə Qış Gecəsi romanı haqqında da yalan danışmış, Rəsulovu aldatmağa çalışmışdı. Deməli, doğrudan da Həliməyə inanmaq olmaz. Onun hər bir sözünü şübhə altına almaq, bu qadını ifşa etmək lazımdır. Bütün bu yoxlamalardan sonra idarəyə yorğun gələn Əli Rəsulov bugünkü işinə yekun vurdu. Doğrudur, müxbirin evinin oğurlanması haqqında onun tam təsəvvürü yoxdur. Ancaq dolaşıq düşmüş kələfin ucu yavaş-yavaş ələ keçir. Qaranlıq otaqdan kiçik də olsa işıq yeri görünürdü. Həlimənin evində divardakı qan ləkələri Əli Rəsulovu çox düşündürdü. Bu kimin qanıdır? Həlimənin ya başqasının? Qan ləkələri divara nə üçün düşüb? Müxbirin evindəki oğurluqla qan ləkələrinin müəyyən bir əlaqəsi ola bilərmi? Deyə kapitan Rəsulov tez-tez öz-özünə müxtəlif suallar verir və bu suallara heç bir cavab tapmırdı. Həlimə haqqında şübhələrini bildirmək və məsləhətləşmək üçün kapitan Rəsulov telefonla idarə rəisinə zəng vurub yanına gəlməyə icazə istədi. Polkovnik İsayev onu dərhal qəbul etdi, halını soruşdu, sonra işin gedişi ilə maraqlandı. Rəsulov bütün bir gün ərzində onu narahat edən fikirləri rəisə söylədi. İdarə rəisi əməliyyat müvəkkilini diqqətlə dinləyib dedi. Mən Həlimə haqqında sənin şübhələrinə şərikəm. Bunları yoxlamaq lazımdır. Yaxşı ki, o səninlə dost olmaq istəyir. Belə bir vəziyyətdən bacarıqla istifadə etmək lazımdır. Həlimə gilə qonaq getsən pis olmaz. Ancaq özünü gözlə, qorx ki, sən də Həliməyə vurulmayasan, deyə polkovnik İsayev zarafat etdi. Buna söz yoldaş polkovnik, Həlimə də vurulası bir şey yoxdur. Nə üçün edirsən, kapitan? Xarici görünüşünə görə Həlimə çox gözəl qadındır. Siz ki, onu tanımırsınız, yoldaş polkovnik. Gözəlliyini hardan bilə bilərsiniz? Əvvəla kapitan, rəisə belə bir sual vermək mədəniyyətsizlikdir. İkincisi, demək istəyirəm ki, mən bu işlə maraqlanmışam. Həlimənin bir çox şəkillərini əldə etmişəm. Həmin şəkillərə dönə-dönə baxıb, onun necə adam olduğunu təyin etməyə çalışmışam. Üçüncüsü isə qulluğuna ərz etməliyəm ki, bu gün səhər vağzala getmişdim. Geri qaydarkən yolumu qəsdən Sabunçu vağzalının yanından saldım ki, Həlimənin sifətini şəxsən nəzərdən keçirim. O tində durub qutab satırdı. Mən isə maşından ona tamaşa edirdim. Ətrafa göz gəzdirib Svetlana Spanovnanı da orada gördüm. Çox ustalıqla hərəkət edir. Həliməni bir dəqiqə belə gözdən qoymur. Mən əmin oldum ki, Həlimə xaricdən gözəl, batildən isə çox çirkin bir qadındır. Düz buyurursunuz, yoldaş polkovnik. Mən də belə düşünürəm. Hə, kapitan, sözüm yarımçıq qaldı. Həlimə gilə qonaq gedəndə çalış ki, onun rəfiqəsi də orada olsun. Bəlkə özünlə Klara üçün bir kavalerdə aparasan. Hələ tezdir, yoldaş polkovnik. Mən bəzi məsələləri öyrənmək istəyirəm. Kapitan Rəsulov çıxıb getmək istərkən polkovnik İsayev daha bir sual verdi. Həlimənin divandakı qanı təhqiqata vermisən? Bəli, yoldaş polkovnik. Ekspertiza nə göstərir? Bu insan qanıdır, özü də ikinci qrupdan. Bəs Həlimənin öz qanı hansı qrupdandır? Hələ yoxlamamışam, yoldaş polkovnik. Yoxla da, bəs kimi gözləyirsən? İstəyirəm bu işi elə edim ki, Həlimə şübhələnməsin. Məsələn necə? Rayon Səhiyyə Şöbəsinin köməyi ilə. Səhiyyə Şöbəsinin Həliməyə nə dəxli? O ki, ticarət işçisidir. Düz buyurursun, yoldaş polkovnik. Həlimə ticarət işçisidir. Elə mən də onun bu vəzifəsindən istifadə etmək istəyirəm. Fikrini açıq söylə, kapitan. Qayda üzrə ticarət və ictimai iaşə işçiləri ayda bir dəfə tibbi müayinədən keçməlidirlər. Mən rayon səhiyyə şöbəsinin vasitəsilə Həlimədən qanını yoxlatdırmaq istəyirəm. Təkcə Həlimənin, bu ki şübhəli görünə bilər.
Elektrik qatarı vağzalının ətrafında cəmi cümlətanı 7 qadın qutab satır. Mən onların hamısını yoxlatdıracağam. Yaxşı fikirdir, kapitan. Get, sənə müvəffəqiyyət arzu edirəm. İşin gedişi haqqında mənə tez-tez məlumat ver. Baş üstə yoldaş polkovnik. Kapitan Rəsulov idarə rəisinin kabinetindən çıxan kimi əvvəlcə növbətçi zabit Sərdar Əzmovun yanına gəldi. Eşq olsun, yoldaş mayor, Svetlanadan bir xəbər yoxdur. Məgər Svetlana idarədə deyil? Xeyr, Həliməyə gözətçidir. Zəng vursa nə deyim? Mən tapşırıq dalınca gedirəm. Qoy Svetlana lazım məlumatı sənə versin. Oldu. Bir işim də var, Sərdar. Buyur, qardaş. Əgər Svetlana'ya kömək lazım olsa adam göndərərsən. Bəlkə boş adam olmadı. Onda oyanların birindən adam taparsan. Yaxşı, bunu dedərəm. Sonra sənin sağlığın, deyə kapitan Rəsulov növbətçi zabitlə xudafisləşib küçəyə çıxdı. Əvvəlcə hara gedəcəyini bilmədi. Yavaş-yavaş elektrik dəmir yolu stansiyasına tərəf addımladı. Qanın qrupu. Həmişə olduğu kimi, indi də Sabunçu vağzalının qabağında böyük canlanma vardı. Tramvay, avtobus və taksilərlə buraya gələnlər elektrik qatarlarına minmək üçün meydana addımlayıb stansiyaya yaxınlaşır, bir neçə dəqiqəliyə papiroz, qutab, sərin su və dondurma satıcılarının yanında durub özlərinə lazım olan şeyləri alır və pilləkənlərlə tələsik stansiyaya qalxırdılar. Həlimə qutabla dolu olan və buğlanan qoçusunu vağzalın düz qabağında ən izdihamlı yerdə qoymuşdu. Başqa satıcılar kimi o da ağ xələt geyinmiş, başına ləçək bağlamışdı. Qızğın alverlə məşğul olan Həlimə, kapitan Rəsulov nə vaxt və necə buraya gəldiyindən xəbər tutmadı. Əli Rəsulov ətrafa göz gəzdirib Svetlana'nın tinində durduğunu və vikar adamlar kimi avara-avara gəzdiyini və Həliməni bir dəqiqə belə gözdən qoymadığını görüb sevindi. Özlüyündə onu təriflədi. Sonra gözlərini Həlimənin üzünə zilləyib, ucadan dedi. Salam əleykum, Həlimə xanım. Həlimə Rəsulovu görəcək özünü itirdi. Qulaqlarına qədər qızardı. Yağlı əli ilə saçlarını düzəldib dedi. Əleyhissalam, Əli qardaş, xoş gördük. Xoş gününüz olsun, necəsiz? Sağ olun, qadan alım, yaxşıyam, deyə Həlimə Rəsulovu ötəri nəzərdən keçirdi. Sonra gözlənilmədən şikayətləndi. Bu da sənətdir. Məndən 1000 dəfə kifir arvadlar evdə oturub xanımlıq edirlər. Mən isə burada oturub hər keçəndən bir söz eşidirəm. Çörək pulu daşdan çıxır. Qazandığım isə zəhrimar olub boğazımdan keçmir. Darıxmayın Həlimə xanım, düzələr. Əli qardaş, hardan düzələcək? Hanı məndə o bəxt? Deyirəm, Allah başqalarına gözəl göçək ər yetirdiyi halda, heç olmasa mənə də bir kör və ya şil kişi qismət eləyəydi. Qıçımı sındırıb evdə oturardım. Yəqin qismət beləymiş. Fikir eləməyin Həlimə xanım. Kim bilir? Bəlkə elə belə yaxşıdır. Asudə, azad. Özünüz bildiyiniz kimi yaşayırsınız. Keyfiniz nə istəyirsə onu edirsiniz. Heç kim də sizə göz qoymur. Əli qardaş, bir tərəfdən siz düz buyurursunuz. Ancaq evdar qadın olmaq daha yaxşıdır. Arvad gərək evdə qalsın, ailədə səliqə yaratsın, işləmək, çörək qazanmaq isə Allahın buyruğu ilə kişilərin işidir, deyə Həlimə Rəsulovun üzünə baxdı. Nə isə fikirləşib, təşvişlə soruşdu. Qadan alım, bəs nəcə buraya gəlib məni yada salmısan? Olmaya yenə müxbirin evini oğurlanması üçün sorğu-sual edəcəksiniz. Əli Rəsulov gülümsünüb nəvazişlə Həliməyə baxdı. Onu sakit etdi. Arxayın olun Həlimə xanım. Mən bir daha həmin oğurluq haqqında sizinlə söhbət etməyəcəm. İndi bu işlə başqaları məşğul olurlar. Təsadüfi buradan keçirdim, sizi görüb yaxınlaşdım. Keyfinizi xəbər almaq, sizə bir hörmət etmək istədim. Hörmətiniz artıq olsun. Allah sizi mənə çox görməsin. Əli Rəsulov iştaha ilə qutuya baxıb soruşdu. Həlimə xanım, qutab təzədirmi? Təzəliyinə təzədir, qadası, ancaq sizə məsləhət görmürəm. Nə üçün Həlimə xanım? Çünki ləzzətli deyil. Bir daha Allah bilir içinə necə ət qatıblar. Heyf Həlimə xanım, bərk azmışam. Səhərdən dilimə heç nə dəyməyib. Dedim bir-iki qutab yeyib gözümün qurdunu öldürərəm. Qadası, mən ölməmişəm ki, siz az qalasınız. Gəlin gedək evimizə, qonağım olun. Valla, sizi elə bir qutab bişirirəm ki, qiyamətə kimi dadı damağınızdan getməz. Çox sağ olun Həlimə xanım. Böyük məmnuniyyətlə gedərdim. Ancaq indi işim var. Sağlıq olsun. Görüşərik. Bəs nə vaxt? Valla, sizə əziyyət vermək istəmirəm. Qutab yeməli şeydir. Ancaq çox zəhmət tələb edir. Tək adamın işi deyil. Bizlərdə qutabı 2 nəfər hazırlayır. Biri xəmiri yayar, ikincisi isə onun içinə ət qoyub qızardar. Qadası, biz də elə edərik də. Əlicanı, doğru deyirəm. Klaran canı sağ olsun. O xəmiri yoğurub yayır, mən də qızardıram. Adam yeyəndə barmaqlarını yalayır.
Vallahi Həlimə xanım, siz qutabı o qədər təriflədiniz ki, az qaldı ağzımın suyu axsın. Deyəsən gəlməli olacam. Mütləq gəlin, peşman olmazsınız deyə Həlimə mənalı Rəsulova baxdı. Gələrəm Həlimə xanım, deyə Rəsulov ətrafına baxıb pıçıltı ilə dedi. Ancaq bir şərtlə. Hansı şərtlə qadası? Gərək bu məsələdən heç kim xəbər tutmasın. Yoxsa mənə cəza verərlər. Xatircəm olun, mən adam satan deyiləm. Onda haçan gəlim. Haçan sizin kefinizdir. Bugün axşam olarmı? Axşamlar evdən çıxmağa qorxmursunuz? Mən kimdən qorxmalıyam Həlimə xanım? Arvadınızdan. O sizi qısqanmır? Yox əşi, o hardan biləcək? Elə düşünəcək ki, işdəyim. Axşam buyurub gəlin qadası, gözüm üstə yeriniz var. Hava axşam saat 8-də qaralır. Siz də 8-dən sonra gəlin ki, heç kim görməsin. Gələrəm, bəs əti, unu sizə necə göndərim? Ayıb deyil qadası. Yəni mən o qədər kasıb oldum ki, bir qutaba da pulum çatmadı. Elə heç gəlməyin. Rasulov onun hissləndiyini görüb zarafata keçdi. Acıqlanmayın Həlimə xanım. Mən ona görə dedim ki, siz əziyyət çəkib bazara getməyəsiniz. Onda heç olmasa icazə verin, araq çaxırı mən alım. Nə deyirəm, siz bilən məsləhətdir. Keyfiniz istəyirsə alın. Siz işdən saat neçədə çıxırsınız Həlimə xanım? Saat 5-də. Sonra gərək Klaranın dalınca gedim. Qorxuram bir yana çıxıb gedə, sonra onu tapa bilməyəm. Mən ona xəbər verə bilərəmmi? Axı sizin üçün əziyyət olar. Nə əziyyət Həlimə xanım, 1 manatdır taksinin canım. Onda lap yaxşı iş görərsiniz. O yuxarı dağlıq küçəsində olur. Axı Klara məni tanımır. Üzünüzdən tanımır, ancaq adınızı bilir. Mən sizin haqqınızda Klaraya çox danışmışam. Deyin ki, mən Rəsulovam. Bu kifayətdir. O istədiyinizi edər. Mənim Klara ilə getməyim ayıb düşməz ki, qonşuları pis fikirdə ola bilərlər. Yox əşli, rəhmətliyin oğlu, kimin nəyinə gərəkdir? Bir də Klara yaxşı qızdır, qonşuların yanında onun böyük hörməti var. Oldu Həlimə xanım, gedərəm, ancaq mən Klaraya nə deyim? Deyin, qoy təcili mənim yanıma gəlsin. Bəlkə onu evdə tapmadım. Onda bir kağız yazıb qonşularına verin, qoy gəlib məni görsün. Yaxşı, sağlıqla qalın. Xoş getdiniz, axşam mən sizi mütləq gözləyəcəm. Gələrəm Həlimə, gələrəm. Əli Rəsulov tramvay yolunu ötüb qarşıdakı səkiyə çıxdı. Svetlana Stepanovnanın yanından keçərkən özünü elə göstərdi ki, güya onu tanımır. Qarşısına çıxan ilk adamı müraciət edərək ucadan soruşdu. Bağışlayın, mən Kirov institutuna necə gedə bilərəm? Adam da heç bir söz demədən Lenin prospekti ilə Keçxaveli küçəsinin kəsişdiyi tinə göstərdi. Kapitan Rəsulov daha burada dayanmadı. Təşəkkür edib Lenin prospekti ilə üzü yuxarı addımladı. Rəsulovla naməlum şəxsin söhbətini diqqətlə qulaq asan Svetlana Stepanova da dərhal buranı tərk etdi. 5 dəqiqə sonra kapitan Rəsulovla kiçik leytenant Stepanova Balaxanı şosesindəki Kirov adına müalicə institutunun qabağına görüşdülər. Onlar institutun həyətində gülçiçəklər arasında qoyulmuş boş skamyalardan birində əyləşdilər. Rəsulov soruşdu. Sveta, danış görək işlər nətər gedir? Hələ ki şübhəli heç nə yoxdur. Həlimənin yanına heç kim gəlməyib. O ancaq qutab satmaqla məşğuldur. Xahiş edirəm, yenə də gözdə qulaqda olasan. Mənə belə gəlir ki, Həlimə çox narahatdır. Mən onsuz da gözlərimi Həlimədən çəkmərəm, ancaq bir şey mənə mane olur, deyə Svetlana utancaq bir halda başını aşağı saldı. Sənə nə mane olur? Cavanlığım, necə məgər? Tində duranda gəlib gedən çox sataşır. Fikir vermə, işində ol. Mən elə də edirəm, sataşanlarla ağız-ağıza versəm, Həliməni gözdən qaçıra bilərəm. Sveta, mən saat 3-ə kimi idarədə olmayacam. Vacib işim var. Bir hadisə baş versə, kömək lazım olsa mayor Əzimova zəng vurarsan. Oldu, gedim. Get, çalış ki, Həlimə duyuq düşməsin. Onlar birgə ayağa qalxdılar. Svetlana Sabunçu vağzalının yanına qayıtdı. Kapitan Rəsulov isə Balaxanı şosesi ilə addımlayaraq 5-ci Zavağzal küçəsinə gəldi. Nərmanov rayon səhiyyə şöbəsinin müdürünün yanına girdi. Salam verib vəsiqəsini müdürə göstərdi. Müdür kabinetdəki adamları yola salıb Rəsulovdan soruşdu. Mənə görə nə qulluq? Doktor, sizə bir işim düşüb, ancaq məxfidir, gərək heç kim bilməsin. Buyurun yoldaş kapitan, mən sizi dinləyirəm. Doktor, bizə təcili surətdə bir nəfərin qanının hansı qrupdan olduğunu bilmək lazımdır. Ondan asan nə var? Adam buraya çağırın, qanını götürək, 5 dəqiqədən sonra cavabını verərik. Doktor, əzizim, iş siz dediyiniz kimi asan olsaydı, mən heç bura gəlməzdim. Məsələni özüm həll edərdim. Mən istəyirəm ki, o adamın özü məsələdən xəbər tutmasın. Elə çətinlik də elə bundan ibarətdir. O adam nəçidir? Ticarət işçisi.
İş biraz yüngülləşir yoldaş kapitan. Rayonumuzdakı ticarət işçiləri ayda bir dəfə həkim müayinəsindən, ildə 3 dəfə isə hərtərəfli tibbi nəzarətdən keçirlər. Bu zaman onların qanları da tədqiq olunur. Siz o adamın adını, soyadını, harda işlədiyini mənə deyin. Tapşırıram, yoxlayarlar. Mənə təcili lazımdır, doktor. Mən elə bu dəqiqə sizin yanınızda adam göndərərəm. Həlimə Əlağa qızı, qutab satandır. Dəmir yolunun fəhlə təchizatı şöbəsində işləyir. Lap yaxşı, yoldaş kapitan. İcazə verin həkimlərdən birisini göndərim, Həlimənin tibb vərəqəsinə baxıb gəlsin. Ya da zəng vuraram tibb vərəqəsini buraya göndərərlər, birlikdə nəzərdən keçirərik. Belə olmaz, doktor. Nə üçün? Çünki bəzi ələyri ticarət işçiləri bir-biri ilə sıx əlaqə saxlayırlar. Bu və ya başqa məsələni simsiz teleqraf kimi bir-birlərinə dərhal xəbər verirlər. Sizi inandırıram ki, vərəqə bura gəlib çatmamış Həlimə işdən xəbər tutacaq. Axı bu necə ola bilər, yoldaş kapitan? Bu çox sadə bir şeydir, doktor. Həlimənin kadrlar şöbəsinə tanış ola bilər. O da dərhal Həlimənin yanına qaçıb, sənin tibbi vərəqənlə maraqlanırlar deyə xəbər verir. Başqa çarə tapmaq lazımdır. Necə buyurursunuz, elə də edərik, mən hazır. Qoy sizin həkim gözdən pərdə asmaq üçün bütün qutab satan qadınların tibbi vərəqələrini nəzərdən keçirsin, onların hamısı haqqında sizə məlumat versin. Beləliklə, həkimin özü belə məsələdən xəbərsiz olaraq tapşırığı yerinə yetirər. Yaxşı təklifdir, dediyiniz kimi də edərəm. Bununla iş bitmir, doktor. Daha nə tapşırığınız var? Bir sualım var, doktor. Buyurun. Həlimənin işlədiyi idarədə ticarət işçiləri nə vaxt hərtərəfli tibbi müayinədən keçiblər? Təxminən 6 ay bundan əvvəl. Bu müddət ərzində adamın qan qrupu dəyişə bilərmi? Əlbəttə, bu və ya başqa xəstəlik qana öz təsirini göstərə bilər. Belə olan tərzdə keçən ilki məlumata inanmaq olarmı? Bizə dürüst məlumat lazımdır. Bunun çox böyük əhəmiyyəti var. Bəs onda necə edək, yoldaş kapitan? Vərəqələri nəzərdən keçirməklə yanaşı, bugün yaxud sabah bütün qutab satanları bir də tibbi müayinədən keçirmək və qanlarını yoxlamaq lazımdır. Bu gün biz onların hamısını yoxlaya bilərikmi? Mümkündür, doktor. Qutab satanlar çox deyil. 17 nəfərdir. Siz ticarət idarəsinin reisinə zəng vurub deyin ki, qutabdan 2 nəfər xəstələnib. Buna görə də qutab satanlar tibbi müayinədən keçməlidirlər. Əks təqdirdə sabah onlara alver etməyə icazə verilməyəcək. Xahiş edirəm, yoxlama qutardıqdan sonra Həlimənin qan qrupu haqqında mənə yazılı məlumat göndərərsiniz. Arxayın olun, göndərərəm. Kapitan Rasulov elə buradan milis idarəsinə zəng vurdu. Svetlana Spanovaya kömək etmək üçün daha bir nəfəri Sabunçu vağzalının qabağına göndərməyi Mayor Razimovdan xahiş etdi. Sonra həkimlə görüşüb Klara gilə getdi. Kapitan Rasulov Klaranı evdə tapa bilmədi. Qonşuluqda yaşayan qadınlardan Klaranın harda olduğunu soruşdu. Qadın suala cavab vermədən əvvəl Rasulovun kim olması ilə maraqlandı. Adi paltar geyinən Rasulov özünü yoldan gələn adam kimi yorğun göstərib dedi. Rayondan gəlmişəm, xalası oğluyam. Laqqırdı vurmağı çox sevən bu qadın Əli Rasulovun bütün tərcüməyi halını soruşduqdan sonra dedi. Qardaş, nə üçün yalan danışırsan? Onun rayonunda heç bir xalası oğlu yoxdur. Mən düz danışmıram. Bu nə təhər olur axı? Klara Bakılıdır. Onun rayonda qohumu mu gəzir? Mən rayonda olmuram. Deyin görək, Klara harda işləyir? Mən onu harda axtarım? Bəs sən necə qohumsan ki, xala qızının işlədiyi yeri bilmirsən? Mən nə bilim, ay xala, biz rayon adamıyıq, belə şeylərlə maraqlanmırıq. Görürəm kənddən gəlmisən. Bilmirəm, hökumət bir belə məktəbi niyə açıb? Niyə oxuyub savad artırmırsan? Bil və agah ol. Xalan qızı ayaqqabı art delində işləyir. Çox sağ olun, mən getdim. Gələndə ona deyin ki, qoy təcili Həlimə gilə gəlsin. Həlimə kimdir? O bir xalamın qızı. Yaxşı, deyərəm. Bəs sənin adın nədir? Əli Rasulov danışan qadından yaxa qurtarmaq üçün hirslə dedi. Özü bilir, onun cəmi bir xalası oğlu var. Rasulov dönüb gedərkən qadın ondan giləyləndi. Qadam ağzına, kənddən gəldiyi bəs deyil, hələ bir forsa satır. 15 dəqiqə sonra kapitan Rasulov idarəyə gəldi. Pilləkənləri yuxarı qalxarkən növbətçi zabit Sərdar Əzimov onu səslədi. Əli, buraya gəl, sənin telefonunla çağırırlar. Rasulov telefonun dəstəyini qulağına apardıqda Leytenant Stepanovun gür səsini eşitdi. Yoldaş kapitan, sizi Stepanov narahat edir. Danış Sveta, mən sizi dinləyirəm. Mən Sabunçu vağzalının qabağındakı avtomatdan danışıram. İndicə buraya balaca bir oğlan gəldi. Oğlan mənə şübhəli göründü. O Həliməyə yaxınlaşanda mən də oraya gəldim. Oğlan Həliməyə nə istəyib deyib ondan 2 qutab istədi. Oğlan pulla bərabər Həliməyə bir kağız verdi. Həlimə isə ona 2 qutab uzatdı. Həlimə bu qutabları adi kağızı deyil, cibindən çıxartdığı xüsusi kağıza bükdü.
İndi Həlimə öz işindədir. Oğlan isə tində durub qutab yeyir. Mən nə edim? Həliməni güdüm, yoxsa oğlanın dalınca gedim? Mən bu saat oraya gələrəm. Sveta, sən mütləq oğlanın dalınca get. Bir hiylə işlədib Həlimənin oğlana verdiyi kağızı əldə etməyə çalış. Qarşına çıxan ilk milli işçisinə müraciət et. Kömək istə. Baş üstə yoldaş kapitan. Əmr yerinə yetiriləcək, deyə danışan Svetanın birdən səsi həyəcanlandı. Dayanın yoldaş kapitan. Hələ adboy verməyin. Nə oldu Sveta? Həlimə kağızı cibindən çıxartdı. Sonra o oxuyur. Bəs oğlan? Oğlan da dayanıb Həliməyə baxır. Sveta bir neçə saniyə danışmadı. Rəsulov səbirsizliklə soruşdu. Ay qız, niyə danışmırsan? Qulaq asın yoldaş kapitan. Həlimə qaşlarını çatıb ətrafını diqqətlə nəzərdən keçirir, işarə ilə oğlanı yanına çağırır. Ona verdiyi kağızı geri alır, cibindən karandaş çıxarır. Qutab bükmək üçün kəsilmiş kağızların birinə nəsə yazır. Kağızı oğlana uzadır. Oğlan kağızı büküb cibinə qoyur. O gedir. Xudahafiz, mən onu izləyəcəm, deyə Svetlana telefonun dəstəyini asdı. Sabunçu vağzalının düz qabağında qəzet vitrinlərinin qarşısında bir dəstə gənc oğlan toplaşmışdı. Bunlar ən həssas futbol həvəskarları idi. Onlar hər gün buraya toplaşaraq futbolçuların ustalığından, ayrı-ayrı komandaların texniki və taktikasından, yarışlarda hansı şəhər komandasının irəli çıxacağından danışır, bir-biri ilə qızğın mübahisə edirdilər. Ucaboylu bir oğlan daha çox mübahisə edir, əl-qol ataraq Neftçi komandasının daha uduzmayacağını, son oyunlarda yaxşı oynayacağını sübut etməyə çalışırdı. O deyirdi: Görərsiniz, hər il mövsümün axırında olduğu kimi Neftçi komandası bu dəfə də Yerevanın, həm Tbilisin futbolçularına qalib gələcək. Svetlana ilə söhbətdən sonra maşına minib təcili buraya gələn Əli Rəsulov avtomobildən düşmədən ətrafa nəzər saldı. Həlimənin başı qutab satmağa qarışmışdı. Svetlana isə burada yoxdu. Həlimənin onun görməməsi üçün Rəsulov avtomobildən düşən kimi adamlara qarışdı və futbol həvəskarlarının toplaşan meydançaya addımladı. Dəstənin yanından keçərkən futbol həvəskarları qızğın mübahisəni etdiklərini görüb, qəsdən ucaboy oğlana toxundu. Bu zaman hamının eşidə bilməsi üçün ucadan üzr istəyirəm deyib yoluna davam etdi. Danışa-danışa uzaqdan Həliməyə baxan ucaboy oğlan Rəsulovun dalınca şikayətləndi. Elə bir kördür. Mazolumun atasını yandırdı, dedi. Sonra daha bir-iki dəqiqə futbol həvəskarları ilə danışdı. Birdən oğlan nəyi isə yadına salıb yoldaşlarına dedi. Vay, bilətənin qazını yana-yana qoymuşam. Qoy gedib söndürüm, dedi və Rəsulovun dalınca düşdü. Bir tin keçəndən sonra oğlan addımlarını sürətləndirib kapitanın yanına addımlamağa başladı. Rəsulov elə bil öz-özü ilə danışırmış kimi oğlan tərəfə baxmadan soruşdu. Svetlana, nə oldu? Oğlanın dalınca qaçdı. Bəs sən? O mənə burada qalmağı, Həliməyə göz olmağı tapşırdı. Oğlan hansı tərəfə getdi? Basin küçəsinə döndü. Həlimə cırdığı kağızı zibil yeşiyindən çıxartdı. Xeyr. Futbol həvəskarları səndən şübhələnməz. Yox əşi, onlar mən Neftçi komandasının ən böyük həvəskarı sayırlar. Həlimənin işi saat neçədə qurtarır? Adətən qutablar satandan 5 saat sonra çıxıb gedirlər. Mən Həliməni evlərinə qədər müşahidə edim. Həliməni izləmə, ancaq zibil yeşiyini gözdən qoyma. Zibil yeşiyi kimin nəyinə gərəkdir? Süpürgəçilərin. Onlar zibili götürüb ata bilərlər. Baş üstə. Bəlkə Həlimənin yanına şübhəli adam gəldi. Ona nəzər yetir. Boy buxunu, geyimini yadında saxla. Özü ilə işin olmasın. Oldu. İcazə verin gedim. Qayıt. Ancaq diqqətli ol. Hava qaralanda mən də gələcəyəm. Zibil qutusu mənə çox lazımdır. Arxayın olun. Siz gələnə qədər heç kim qutuya əl vurmayacaq, deyə oğlan avara adamlar kimi əllərini cibinə qoydu. Fit çala-çala geri döndü. Sonra ucaboy oğlan təzədən futbol həvəskarlarının yanına gəldi. Heç kimə müraciət etmədən ucadan, hafizəm xarab oldu. Az qalmışdı ki, evdə pajar salam. Qazı söndürdüm, deyib yenə də futbol haqqında mübahisəyə başladı. Kapitan Rəsulovun idarəyə gələn kimi əvvəlcə növbətçi zabitdən Svetlananı soruşdu. Mayor Əzimov Stepanovun bir saat bundan əvvəl gəldiyini, qırmızı güşədə oturub kapitanın yolunu gözlədiyini bildirdi. Rəsulov kabinetə keçib Stepanovun çağırdı. Daima ciddi görünən bu sarışın qız indi gülər üzlü və şən idi. Rəsulov kiçik leytenantın şad xəbər gətirdiyini yəqin edib soruşdu. Yaxın gəl, Sveta. Əyləş, de görək oğlansan ya qız? Əlbəttə ki oğlan. Danış görək, nətər oldu? Həliməyə məktub gətirən oğlanın kim olduğunu öyrəndim. Həlimənin yazdığı məktubu da oxudum. Həlimənin kağızı nə oldu?
Oğlanda qaldı. Kağıza nə yazılmışdı? 8-cə söz. Hava sakitdir. Ancaq hələ dənizə çıxma. Fırtınadan qorxuram. Yaxşı, əməliyyatı necə keçirdiyini nəql et. Yoldaş kapitan, mən puskuda olarkən bir dəqiqə belə Həliməni gözdən qoymurdum. Həlimədən başqa vağzalın qabağında daha 3 nəfər qutab satan vardı. Onlar ucadan ay qutabalan, isti qutab, təzə qutab deyə qışqırırdı. Müştəri çağırırdılar. Buna baxmayaraq başqalarına nisbətən Həlimənin yanında daha çox adam gəlirdi. Həlimə müştərilərlə xoş rəftar edib, gülüb danışır, cavan kişilərə gözqaş edir, qutabları zarafat eləyə-eləyə satırdı. O səliqə ilə alver edir, pulları müəyyən bir qayda ilə ciblərinə yerləşdirirdi. Xırda pulların qutunun üstünə atır, manatlıq və üçlükləri xələtinin yuxarı cibinə, beşli və onluqları isə aşağı cibinə, daha iri pulları isə xələtinin altındakı cibinə qoyurdu. Qutabın 1-4 qəpik olduğu halda o heç kimi iri pulun atdığını qaytarmır, zarafatla keçinirdi. Həlimə satdığı qutabları bükmək üçün onun üstünə bir dəstə kağız parçası yığmışdı. Qutab olanlar arasında mən heç bir şübhəli adam görmədim. Ancaq siz gedəndən sonra bir oğlan məni çox şübhələndirdi. O 11 nömrəli tramvaydan düşdü. Deməli, şəhərin dağlıq hissəsindən, yaxud Şamaxı rayonundan gəlirdi. Oğlan tini keçən kimi Həliməyə baxdı. Sonra ətrafına göz gəzdirdi. Gah bu səkiyə, gah da o birini səkiyə keçdi. Bu zaman sanki təqib olunub olunmadığını yoxlamaq üçün bir neçə dəfə dönüb arxasına baxdı. Bu mənim şübhəmi daha da artırdı. Ona görə oğlanı gözdən qoymamağa qət etdim. Oğlan Həliməyə yaxınlaşanda mən də oraya gəldim. 1 manat verib qutab aldım. İştah ilə yeməyə başladım. Mən oğlanın qadına pulla bərabər kağız da verdiyini, Həlimənin isə qutabın qutunun üstündə kağıza deyil, cibindən çıxardığı başqa bir kağıza bükdüyünü onun gözlərimlə gördüm. Yaxşı, hadisənin bir hissəsi məlumdur. Danış görək, sən mənə telefonla zəng vurandan sonra nə oldu? Həlimə kağızı yazdıqdan sonra başı ilə oğlana işarət etdi. O yenə ətrafına nəzər saldı. Sonra tini keçib, basin küçələri ilə üzü yuxarı addımlanmağa başladı. Mən böyük ehtiyatla onu təqib etməyə başladım. Bu zaman məni qorxudan yeganə bir şey vardı. O da tramvay idi. Düşünürdüm ki, oğlan qəflətən qaçıb tramvaya minsə, işim çətinləşəcək. Buna görə də hər bir ehtimala qarşı oğlana yaxınlaşmağa qərarı aldım. Elə bu zaman xoşbəxtlikdən tanış bir leytenantla qarşılaşdım. Mən onunla milis məktəbində oxumuşdum. İndi o Nərimanov rayon Milli İdarəsində dövlət əmlakını oğurlayanlarla mübarizə şöbəsində işləyir. Siz leytenant Tarısov haqqında danışırsınız? Bəli, özü də ki var. Hə, sonra nə oldu? Svetlana dəsmalını çıxarıb üzünün tərini sildi. Sonra öz-özünə davam elədi. Tarısov da adi paltarda idi. Mən də təcili tapşırıq yerinə yetirdiyimi ona dedim. Qoluma girməsini xahiş edin. Beləliklə, biz oğlanın şübhəsini oyatmadan ona yaxınlaşdıq. Ardınca addımlamağa başladı. Mən oğlanın cibindəki məktub olduğunu gördüm. Məktubu məzmunu ilə maraqlandığımı leytenanta bildirdim. Bəxtimizdən oğlanın özü bizim işimizi asanlaşdırdı. O bir stəkan tum almağa başladı. Çırtlaya-çırtlaya kolxoz bazarına girdi. Tarısov dərhal məndən ayrılıb, bazarın qarşısında milli serjantına nə isə pıçıldadı. Serjant oğlana yaxınlaşıb onun əlindən tutdu. Oğlan özünü itirdi. Qurtulub qaçmaq istədi, ancaq bir şey çıxmadı. Milis serjantı onun qoluna bərk yapışmışdı. Oğlan qışqırıb hayküy qopartdı. Ətrafına çoxlu adam yığışdı. Ağladı. Təqsiri olmadığı halda milis tərəfindən tutulduğunu bildirdi. Buraya toplaşanda arasında oğlanları müdafiə edənlər də tapıldı. Bir-iki narazı səs eşidildi. Oğlan müdafiə olunduğunu görüb səsini daha da ucaltdı. Ağlaya-ağlaya soruşdu. Məni nə üçün tutursunuz? Təqsirim nədir? Serjant cəmaatı dağıdıb oğlandan soruşdu. Nə üçün tum çutlayıb bazarı zibilləyirsən? Bu sözləri eşidən oğlan dərhal səsini kəsib rahatca nəfəs aldı. Sakit səslə soruşdu. Əmican, küçəni zibilləməmişəm. Cərimə elə. Daha qolumu nə üçün tutursan? Qolundan ona görə tuturam ki, qaçmayasan. Mən səni həm cərimə etmək, həm də tərbiyələndirmək istəyirəm. Zəhmət çəkib mənimlə milis şöbəsinə gedərsən. Ata-ananın adını, oxuduğun məktəbin nömrəsini deyərsən. Biz də ora məktub yazıb səni tərbiyələndirməyi xahiş edərik. Gələn dəfə küçədən keçəndə təmizliyə fikir verərsən. Razıyam yoldaş serjant. Hara istəyirsən gedək. Ancaq qolumu burax, yoxsa küçədən keçəndə elə bilərlər ki, mən xuliqanlıq eləmişəm. Az sonra serjant oğlanı milli şöbəsinə gətirdi. Mən də Tarısovla buraya gəlib, qonşu kabinetdə gözlədim. Oğlan cibindən 18 manat, papiros, spiçka, Həlimənin yağlı kağıza çıxdı. Bütün bunlar mənim yanıma gətirdilər. Mən məktubun məzmunu ilə tanış oldum, şəklini çəkdim, dərhal onu yerinə qaytardım.
Oğlan yuxarı məhəllədə orta məktəbin 8-ci sinifdə oxuduğunu, Kür küçəsindən 67 nömrəli evdə yaşadığını dedi. Adı Ağa Səlim, soyadı Rəfizədir. Leytenant Tarusov ünvanlar bürosuna və məktəb direktoruna zəng etdi. Oğlanlar dediklərinin doğru çıxdı. Ağa Səlim 30 qəpik cərimə verdi və onu buraxdılar. Bəs Ağa Səlim sonra hara getdi? Svetlana çaşqınlıqla cavab verdi. Yoldaş kapitan, təəssüf ki, onu mən də bilmirəm. Bilmirsən? Nə üçün Ağa Səlim qaçdı? Xeyr, o sakitcə çıxıb getdi. Mən isə daha onu izləməyə bilmədim. Dərhal yanınıza gəldim. Nahaq yerə yoldaş Stepanov. Nahaq yerə. Sən böyük səhv buraxmısan. Gərək Ağa Səlimi izləyərdin. Onun hara getdiyini, kimlərlə görüşdüyünü öyrənərdin. Ağa Səlimə Həlimənin yanına kim göndərib? Həlimə məktubu kimə yazıb? Bizi maraqlandıran da elə bu idi. Sənin müvəffəqiyyətlə başını gicəllənib, maymaqlıq edib Ağa Səlimi əldən buraxmısan. Sveta, mən səni ağıllı bir qız hesab edirdim. Sən isə... Svetlana Stepanova ayağa qalxdı, fərağat durdu. Ucadan dedi, təqsirkaram yoldaş kapitan. Təqsirinin boynuna almağa iş düzəlmir. Gərək buraxdığın səhvi düzəldəsən. Mən nə etməliyəm yoldaş kapitan? Hər şeydən əvvəl Ağa Səlimi tapmalı, onun məktəbdən kənarda özünü necə apardığını, ailə vəziyyətini, kimlərlə oturub durduğunu, nə kimi işlərlə məşğul olduğunu, Həlimənin yanına nə üçün gəlib getdiyini öyrənməlisən. Baş üstə yoldaş kapitan, mən bunları öyrənərəm. Mən isə Svetlana, belə hesab edirəm ki, sən bütün bunları öyrənə bilməyəcəksən. Siz nə üçün elə deyirsiniz yoldaş kapitan? Mənim bacarığıma inanmırsınız? İnanıram, Sveta. Ancaq mənə elə gəlir ki, sən Ağa Səlimi tapa bilməyəcəksən. Siz yəqin elə düşünürsünüz ki, Ağa Səlim qaçıb gizlənib, axı o öz hərəkətləri ilə onda heç bir şübhə oyatmamışdı. Belə olan tərzdə Ağa Səlim nə üçün gərək gizlənsin? Bilmirəm, Sveta. Bəlkə də mən səhv edirəm. Təki sən deyən kimi olsun. Ancaq mənə elə gəlir ki, Ağa Səlim adlandırdığın oğlan həm sənin, həm də Leytenant Tarusovun maymaqlığından istifadə edib başqa bir oğlanın tanışının adını, soyadını, ünvanını sizə verib. Belə şey ola bilməz yoldaş kapitan. Nə üçün də olmasın? Sən nədən bilirsən ki, onun adı Ağa Səlimdir? Bəlkə Ağa Səlim deyil, Hüseyndir, Həsəndir və ya Nəcəfdir. Özü dedi. Məktəb direktoru telefonla da bunu təsdiq etdi. Sveta, sən hələ də nə qədər təcrübəsizsən. Biri sənə, mənə de görüm. Ağa Səlim cibində onun şəxsiyyətini təsdiq edən sənəd, doğum şəhadətnaməsi, idmançı bileti, pasport yaxud bir şey vardı? Xeyr, yoxdur. Bax görürsən, Sveta, mən haqlıyam mı? Ola bilər yoldaş kapitan. Ancaq bunu asanlıqla yoxlamaq olar. Elə bu zaman telefon zəng vurdu. Danışan Nərimanov rayon səhiyyə şöbəsinin müdiri idi. Rəsulov salamlamadan sonra soruşdu. Buyurun doktor. Bizə nə kimi xoş xəbər verə bilərsiniz? Öyrəndik yoldaş Rəsulov. Qadının tibbi vərəqəsindən aydın oldu ki, qanı 1-ci qrupdur. Sizə yazılı məlumatda göndərmişəm. Biraz azdan alarsınız. Zəng etdim ki, nigaran qalmayasınız. Yoxlama nə zaman keçirilib? 6 ay bundan əvvəl. Bəlkə də bu vaxt ərzində onun qanında bir dəyişiklik olub. Bunu biz bugün daha yoxladıq. Məlumat düzdür. Həlimənin qan qrupu dəyişməyib. Təşəkkür edirəm doktor. Mən sizə minnətdaram. Dəyməz, bu bizim borcumuzdur. Sağlıqla qalın. Kapitan Rəsulov telefonun dəstəyini yerə qoyub Stepanova müraciət etdi. Yaxşı, Sveta, de görüm Ağa Səlimin həmin məktubda oxuduğunu necə yoxlamaq olar? Ağa Səlimin dediyinə görə o 2-ci növbədə oxuyur. Məktəbdə isə 2-ci növbənin dərsləri axşam saat 6-ya qədər davam edir. İndi 5-ə 20 dəqiqə qalır. Mən məktəbə gedib bunu yoxlayaram. Nə deyirəm? Get. Ancaq yoxlamanın nəticəsini mütləq xəbər ver. Baş üstə. Svetlana gedəndən sonra əvvəlcə Rəsulovu təxili telefonla mayor Qarayeva zəng vurdu. İşin gedişi ilə onu tanış etdi. Sonra kabineti bağlayıb növbətçi zabitin yanına gəldi. Sərdar, sənə bir işim düşüb. Buyur qardaş. Mən axşam saat 9-da qonaqlıqda olacağam. Xahiş edirəm, düz 9-a 29:45 nömrəli telefona zəng vurub məni təcili idarəyə çağır. Mən orada çox qalmaq istəmirəm. Arxayın olun, mütləq zəng edərəm. Sabunçu vağzalının qabağında qutabsatan qadınlara adətən axşam saat 5-ə qədər alver edir, sonra qutularını yığışdırıb gedirdilər. Çünki saat 5-dən sonra alver olmurdu. İşdən qayıdan fəhlələr, qulluqçular adətən qutab satanlara heç bir əhəmiyyət vermədən evlərinə tələsirdilər. Axı onlara evdə yaxşı isti xörək, istirahət gözləyirdi. Nahardan qabaq isti qutab işə iştahanı poza bilərdi. Bütün bunlara görə Həlimənin
cırıb zibil qutusuna atmış, olduğu kağızı götürmək üçün saat 5-ə ən əlverişli vaxt idi. Odur ki, kapitan Rəsulov vaxt itirmədən Sabunçu vağzalının ərazisini əhatə edən evləri idarəsinə getdi. Müdirlə bir neçə dəqiqə söhbət etdi. Vağzalın qabağındakı 4 zibil qutusunu necə götürüb evlər idarəsinə gəlməli olduğunu süpürgəçiyə başa saldı. Əli Rəsulov bununla kifayətlənmirdi. O futbol həvəskarlığının toplaşdığı yerə gedərək uzaqdan uzağa süpürgəçiyə baxmağa başladı. Uca boylu, gənc də orada idi. O Rəsulova heç bir əhəmiyyət vermədən futbol həvəskarlarının birinə dedi: "Baxarsa, Neftçi komandası cədvəldə öz yerini qalacaq. Xarkovun futbolçuları isə onu ötüb keçəcəklər." Rəsulov uca boylu oğlanın dərhal nə etmək istədiyini başa düşdü. O kapitana eşitdirmək istəyirdi ki, zibil qutusu hələ boşaldılmayıb. Həlimənin kağız qırıntıları öz yerindədir. Ucaboy oğlanla qabaqcadan şərtləşmişlər ki, Əli Rəsulov heç kimə söz vermədən bir papiros çıxarıb yandırdı. 2-3 qullan vurduqdan sonra papirosu atdı. Bununla o demək istəyirdi ki, 1-2 dəqiqə sonra çıxıb gedə bilərsən. Oğlan da belə etdi. Daha bir qədər futboldan danışıb yoldaşları ilə xudahafizləşərək ucadan öskürdü. Bu qayə ilə kapitan Rəsulovla xudahafizləşib getdi. Əli Rəsulov da buradan qalmadı. Dərhal evlər idarəsinə qayıtdı. Az sonra süpürgəçi Həlimov zibil qutusunu buraya gətirdi. Rəsulov qapını bağlayıb kabinetdə tək qaldı. Qutunu üzü aşağı döndərdi. İşin gətirməməzliyindən qutuda zibil çox idi. Bu qədər kağızı araşdırmaq xeyli vaxt aparacaqdı. Rəsulov hirsləndi. Tün kağızı axtarmaqla xeyli vaxt aparacaqdı. Rəsulov hirsindən yerə tüpürdü. O yerə çömbələrək iyrənmədən zibili səliqə ilə saf çürük etməyə başladı. Kağız qırıntılarını axtarmağa başladı. Bu zaman kapitan Rəsulov ikinci bir çətinliklə rast gəldi. Zibilin içərisində saysız-hesabsız kağız var idi. Bunlar bir-birinə ayırmaq, hansı parçanın hansı kağıza aid olduğunu aşkar etmək heç də asan deyildi. Bu kağız parçalarının arasında Həliməyə göndərilmiş məktub qırıntılarını tapmaq, xeyli tər tökmək, səhərə kimi əziyyət çəkmək lazım idi. Bunlardan əlavə iş çətinləşdirən o idi ki, Rəsulov Həliməyə kim tərəfindən məktub göndərildiyini bilmirdi. O yalnız bütün məktubların məzmunu ilə tanış olduqdan sonra hansı kağızın Həliməyə göndərildiyini müəyyən edə bilərdi. Bu çətinlikləri nəzərə alaraq Rəsulov əvvəlcə bütün kağız parçalarını bir yerə toplamağı, sonra idarə aparıb səliqəyə salmağı qərara aldı. Rəsulov evlər idarəsini, milis idarəsinə qayıdandan saat 7-yə 25 dəqiqə işləmişdi. O yorğun və ac idi. Artıq nahar haqqında düşünmək olmazdı. 2 saat sonra Rəsulov mütləq Həliməgilə getməli və məcburən qutab yeməli idi. Bundan başqa o hələ bugünkü planda nəzərdə tutduğu işlərin hamısını yerinə yetirməmişdi. Stepanovdan nigaran qalan Rəsulov özünü Ağasəlim adlandırmış oğlan haqqında düşünür, onun Svetlanaya fırıldaq gəldiyini get-gedə daha çox əmin olurdu. Rəsulov kabinetdə yaxınlaşdığı dəhliz Svetlananı gördü. O stulda oturmuşdu. Kapitan ilk nəzərdən Leytenant Stepanovun müvəffəqiyyətsizliyə uğradığını başa düşdü. Svetlana məyus halda başını aşağı salaraq gözlərini bir nöqtəyə dikmiş, xəyala dalmışdı. Qız o qədər fikirli idi ki, Rəsulovun içəri girməsindən belə xəbər tutmadı. Rəsulov onu çağırıb soruşdu. Nə oldu Sveta? Mən deyən çıxdı ya yox? Bəli, siz haqlıydınız. Əyləş Sveta, danış. Mən məktəbə gəlib, pioner baş dəstə rəhbəri ilə bərabər 8-ci sinifə getdim. Lap axırda partada əyləşib, təbiət dərsinə qulaq asmağa və bir-bir şagirdləri nəzərdən keçirməyə başladım. Gözlərimə inanmadım. Həliməyə kağız gətirən oğlan şagirdlərin arasında yox idi. Məni soyuq tər bastı. Boğazım qurudu. Zarafat deyil. Burnu fırtıqlı uşaq bizi aldatmış, sudan quru çıxmışdı. Qabaqcadan etdiyim xahişə görə müəllimdən şagirdlərin hamısından dərsə gəlib gəlməməyini yoxlamaq üçün bir-bir onların ad soyadlarını oxudum. Müəllim Ağasəlim Rəfizadənin adını çəkəndə sol tərəfimizdəki partadan səliqəli geyinmiş bir oğlan ayağa qalxıb buradayam. Bu oğlan gözlərindən çox ağıllı uşağa oxşayırdı. Müəllim onu lövhənin yanına çağırıb dərsi danışmasına xahiş etdi. O dürüst və aydın cavabla həm müəllimin, həm də şagirdlərin rəğbətini qazandı. Fırıldaqçı oğlan həqiqi Ağasəlimin arasında yerlə göyə qədər fərqi vardı. Mən daha bir neçə dəqiqə sinifdə əyləşib kor peşman qayıtdım. Yaxşı, bəs indi yalançı Ağasəlimi necə tapacaqsan? Bilmirəm yoldaş kapitan. Bayaqdan elə onu düşünürəm. Heç nə ağlıma gəlmir. Yoldaş Stepanova, nə qədər ki vaxt var buraxdığın səhvi düzəltmək üçün fırıldaqçı Ağasəlimi tapmaq lazımdır. Qorx ki, polkovnik məsələdən xəbər tutub sənə təşəkkür elanı etməsin.
yoxsa biabır olarsan. Yoldaş kapitan, bir məsləhət verin. Mən səhvimi necə düzəldə bilərəm? Məsləhət belədir. Həlimə yenə də əsas bir obyekt kimi qalır. Həliməyə nəzarət gücləndirilsə, fırıldaqçı Ağa Səlim də onu Həlimənin yanına göndərənləri də tapılar. Həlimə həmin oğlan vasitəsilə kiminləsə gizlincə əlaqə saxlayar. Biz bu əlaqənin nə üçün gizlin saxlandığını hələlik bilmirik. Vaxt gələr bunu da öyrənərik. İndi isə mən belə hesab edirəm ki, gec-tez həmin oğlan Həlimənin yanına gələcək. Ancaq kolxoz bazarının da yaddan çıxarmaq olmaz. Mənə elə gəlir ki, yalancı Ağa Səlim bazara təsadüfən gəlməyib. Yəqin ki, o bazarda kiminləsə görüşür, deməli Həliməyə göz qoymaqla bərabər hərdən bir kolxoz bazarında da baş çəkmək lazımdır. Baş da yoldaş kapitan, dediyiniz kimi edərəm. İcazə verin gedim. Get yoldaş Stepanova, ancaq ehtiyatlı ol, ustalıqla hərəkət et. Bizim işimizi tələsməyi sevmir. Milis zabiti hər bir addımın haqqında dərindən düşünməli və bu tədbiri yerinə yetirmək istədikcə yaxşı dərzilər kimi 7 dəfə ölçməli, bir dəfə biçməlidir. Yadından çıxarma. Təcrübəsiz olduğun üçün bu dəfə təqsirindən keçərəm. Hələlik polkovnik İsayevə də heç nə deməyəcəm. Ancaq gələn dəfə belə bir səhv buraxsan, məndən incimə. Rəisdən mütləq təşəkkür alacaqsan. Svetlana gedən kimi Rəsulov zibil qutusunu topladığı kağız parçalarını bir qovluğa yığıb seyfə qoydu. Bu an onun gözlərini divar saatına sataşdı. 8-ə 25 dəqiqə qalırdı. Həlimə onu gözləyirdi, gecikmək olmazdı. O telefonun dəstəyini götürüb evlərinə zəng vurdu. Arvadı Zəminə ilə görüşdü. Oğullarla dadaşa Oktayın və qızı Zenfiranın keyfini xəbər aldı. Evə gec gələcəyini bildirdi. Sonra Rəsulov üst başını təmizlədi. Əl üzünü təmiz yudu. Başını səliqə ilə darayıb idarədən çıxdı. Yaxından mağazadan bir butulka şirin çıxır, bir butulka şampanskı. Şərabı ilə Həliməgilə yollandı. O Qaradağlı küçəsinə çatanda 8-ə 12 dəqiqə qalmışdı. Həmişə gedəcəyi yerlərlə düz vəd etdiyi zaman dəqiqə gəlməyə adət etmiş Rəsulov vaxt tamam olmaq üçün qarşıdakı bağda gəzişdi. Bakı Sovetinin gülləsində saat 8-ə vuranda Əli Rəsulov pilləkənlə yuxarı qalxıb Həliməgilin qapısına döydü.